Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala seyyidina ve nebiyyina ve tabibi kulubina ve şefi'iz zunubina Ebel Kasım Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve alihi teyyibinat tahirin ve la'netullahi ala a'daihim ecma'in minel âne ila qiyavmi yevmiddin. Alemlerin Rəbbi olan Allah'a sonsuz şükürler olsun inşallah. Bugünkü mövzumuz Qur'an-ı Kerimdən pis insanlarla yoldaşlıq etməklik barəsindədir ki, Allah Təbarək və Teala mübarək kitabı olan Qur'an-ı Kerimdə insanın özünün yaxşı olmasını vacib buyurur ki, insan özü yaxşı olsun. Amma bu yaxşı insan pis insanlarla yoldaşlıq etməməlidir. Çünki o pis insanların əxlaqı, yaxşı insanın da ruhiyyəsinə, əxlaqına, yaşam tərzinə təsir eləyir. İnsanı günah işlərə tərəf yönəldən işlərdən biri də pis və nalayiq adamlarla dost olmaqdır ki, əksinə yaxşı dost və insanı yaxşı işlərə yönəldən bir vasitədir. Həm elmi cəhətdən, həm də təcrübə yolu ilə təsdiq olunmuşdur ki, insan öz yoldaşından müəyyən təsirləri qəbul edir. Pis yoldaş onun şəxsiyyətini, yəni yaxşı insanın şəxsiyyətini, ləyaqətini və heysiyyətini məhv edir. Yaxşı dost isə onun, yəni yaxşı insanın şəxsiyyətinin düzgün formalaşmasında müstəsna rol oynayır. Pis insanlar hətta Nuh Peyğəmbərin oğlunu belə pis yola çəkməyə nail oldular. Qur'an ayələrində bu mövzu diqqət mərkəzindədir ki, biz inşallah bu mövzu ilə əlaqəli bir neçə Qur'an ayəsi oxuyacağıq və onun ətrafında danışacağıq. Amma əvvəl bir məsələni qeyd edim ki, müqəddimə olaraq İslam Peyğəmbərinin zamanında Məkkə şəhərində Əqəbə və Übəy adında iki nəfər bütpərəst yaşayırlardı və bunlar bir-birləri ilə dost idilər. Əqəbə tacir idi, ticarət səfərindən ki, hər vaxt ki, əlinə yaxşı sərmayə gələrdi, səfərdən qayıdıb gələndən sonra bir ziyafət təşkil edərdi. Məkkənin hörmətli adamlarını və Əqəbə üçün münasib olan adamları o məclisə dəvət edərdi. Bir gün Əqəbə ticarət səfərindən yaxşı sərmayə ələ gətirir. Səfərdən qayıdıb gələndən sonra yenə adəti üzrə bir ziyafət, bir qonaqlıq təşkil edir. O mərasimə Məkkənin hörmətli adamlarını və özünə münasib bildiyi şəxsləri ora dəvət edir. Bu dəvətin içərisində İslam Peyğəmbəri Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləm də vardı. Həzrəti Peyğəmbər İslam süfrədə təam olunmamışdan əvvəl ki, hələ yeməyə başlamamışlardı. Ev sahibi Əqəbədən bir xahiş eləyir. Buyurur ki, Allahın birliyinə və onun göndərdiyi Peyğəmbərə iman gətirməsən, sənin yeməyindən yeməyəcəyəm. Əqəbə Peyğəmbərin sözünü qəbul edib müsəlman oldu. Onun müsəlman olması xəbəri dostu Übəyə çatdı. Yəni, məclis ki, sona yetdi. Bu Əqəbənin ki, bir dostu vardı Übəy adında, o mərasimdə iştirak etmirdi. Müəyyən səbəblərdən gəlməmişdi. Sonra Əqəbə öz dostu Übəyə İslam dinini qəbul etməsi barəsində məlumat verir ki, bəs mən ki, o ziyafət ki, təşkil etmişdim, ora Həzrəti Muhammed salavatıllahı da dəvət etmişdim. Onun məndən bir istəyi oldu ki, mən onun dinini qəbul edim və mən də Allahın vəhdaniyyətinə və Həzrəti Muhammed sallavatullahın nübüvvətinə, peyğəmbərliyinə iman gətirdim. Übəy dostu Əqəbənin bu işindən çox narahat oldu və
Əqəbəyə buyurdu ki, sən öz dinindən, yəni bütpərəstlikdən münhərif olmusan, öz dinini tərk etmisən, dinindən çıxmısan. Əqəbə dedi ki, mən münhərif olmamışam, yəni öz kafirlik dinimdə qalmışam, lakin bir kişi ki, mənim evimdə müsəlman olmasam yemək yeməyəcəyini bildirdi, onun evimdən az getməsinə görə, getməməsinə görə müsəlman olduğum, yəni mənim müsəlman olmağımın səbəbi bundan ibarət idi ki, əgər mən müsəlman olmasa idim, evimə dəvət etdiyim qonaq məndən incik gedərdi və mənim süfrəmdən təam etməzdi, yeməzdi. Mən də istəmədim ki, o mənim evimdən incik getsin, küskün vəziyyətdə getsin. Ona görə dedim ki, ya Muhammed, sənin dinini qəbul edirəm, şəhadəteyni iqrar elədim, əşhədü ən la ilahə illallah, şəhadət verdim, Allah təkdir, onun şəriki yoxdur və o tək olan Allaha mən iman gətirdim və əşhədü ənə Muhammedən əbdühü və rəsulü və şəhadət verdim ki, Muhammed salavatullah Allahın qulu və elçisidir. Übəy bu məsələdə dostu Əqəbəyə çox təkid etdi ki, gərək sən bu işin müqabilində dayanıb ona xəyanət edəsən. Yəni, İslam Peyğəmbərinə qarşı bir hörmətsizlik edəsən ki, sənin bu hörmətsizliyinin müqabilində mən səndən razı qalaram. Übəyin çox təkidi ilə Əqəbə, yəni o ev sahibi ki, hansı ki, evində mərasim təşkil etmişdi, həmən bu Əqəbə öz dostlarının, yəni Übəyin təkidi ilə İslam ordusu ilə, müsəlmanlarla, kafirlər arasında Bədir döyüşü ki, əncam tapdı, Bədir döyüşü ortaya gəldi. O gəldi kafirlərin qoşununda İslam ordusuna qarşı döyüşdü və müsəlmanların əli ilə məhv olub aradan getdi. Onun dostu Übəy isə, yəni Əqəbənin dostu Übəy isə Ühüd müharibəsində kafirlərin qoşununda gəlmişdi ki, müsəlmanlara qarşı döyüşsün. O da həmən döyüşdə, Ühüd döyüşündə həlak oldu. Əqəbə Bədir döyüşündə, Übəy isə Ühüd döyüşündə həlak oldular. Və bu hadisə ilə əlaqəli mübarək Qur'an-ı Kərimin Furqan surəsinin 27, 28 və 29-cu ayələri nazil oldu. Allah təbarək və teala buyurur ki, Bismillahirrahmanirrahim və yevmə ya'azu zalimu ala yədəyhi yəqulu ya leytəni ittəxəztu ma'ar-rəsuli səbilə. Zalim kəsdir o gün dizlərinə döyər, deyər ki, ey kaş Peyğəmbərin ardınca gedib doğru yolu tutaydım. 28-də buyurulur ki, ya veylətə leytəni ləm ətəxif fulanən xəlilə. Vay olsun mənə ki, kaş mən filan kəsi özümə dost tutmayaydım. Və 29-cu ayədə buyurulur ki, ləqəd əvalləni ani zikri bə'də izcəəni və kənə şeytanu lil-insani xəzulə. Agəhlıq gəlmişdi mənə, filan kəs məni haqq yoldan azdırdı. Və bu mübarək Qur'an-ı Kərimin Furqan surəsinin 27, 28 və 29-cu ayələrindən bəlli olur ki, bir insanın Allaha və onun Peyğəmbərinə iman gətirməsi, doğru yolu tutması kifayət deyil və bu doğru yolu tutduqdan sonra pis insanlarla, nadan insanlarla, etiqadsız insanlarla da yoldaşlıq etməməsi zəruridir. Baxın, hadisənin gedişatı bunu göstərir ki, və həyatda da bu məsələlər öz həllini doğrudan da sübut etmişdir ki, əgər bir insan yaxşı insandırsa, pis insanla yoldaşlıq edirsə, gec-tez o pis insanın gördüyü qəbahətli işləri bu yaxşı insanın da ünvanına yazırlar və söyləyirlər ki, əgər bəs o yaxşı insandırsa, doğrudan da niyə o pis insanla oturub durur? Və bu ayələrdən də bəlli olur ki, Allah Teala buyurur ki, 27-ci ayədə zalim kəs o gün dizlərinə döyər,
buyurar ki, ey kaş Peyğəmbərin ardınca gedib doğru yolu tutaydım deyər. Yəni, yaxşı insanlar, əgər o pis insanlarla yoldaşlıq edirlərsə bu aləmdə, o yoldaşlığın səbəbindən qiyamətin günündə, ey kaş Peyğəmbərin ardınca gedəydim, doğru yolu tutaydım deyəcəkdir. Və sonra 28-ci ayda vurulur ki, vay olsun mənə, mən kaş filankəsi özümə dost tutmazdım. Yəni, qiyamət günündə çoxlu məsələlərdən ki, insan peşman olacaqdır, o peşmançılıqdan biri də bundan ibarətdir ki, ilahi ayənin mənası budur ki, insan buyurar ki, qiyamətin günündə, vay olsun mənə, kaş mən filankəsi özümə dost tutmazdım. Və ayədən aşkar şəkildə bəlli olur ki, pis insanlarla yoldaşlıq edənlər qiyamətin günündə peşman olacaqlar. Və 29-cu ayədə buyurulur ki, agahlıq gəlmişdi mənə, filankəs məni haqq yoldan azdırdı. Deməli, insanın haqq yoldan azmasına onun yoldaşları da səbəb olur. Bəzən hədislərdə görürsən ki, məsum imamlardan və Peyğəmbər sallavatullahdan buyurulur ki, insan öz dostunun dinindədir. Belə bir ifadə də var. Şeytan insanı öz dostunun vasitəsilə də azdıra bilir. Şeytan həmişə insanı düz yoldan azdırır. Bu ayələrdə Əqəbə və onun kimi pis adamlarla dost olanların qiyamətin günündə peşmançılığı bizim üçün bəlli olur. Və vəziyyət ondan ibarətdir ki, doğrudan da insan o insanlarla dostluq etməlidir ki, yoldaşlıq etməlidir ki, onun həm dünyası üçün faydalı olsun, həm də ahirəti üçün. Allaha and verirəm öz Allahına xatir. Allah təbarək və Teala bizləri yaxşı insanlarla yoldaşlıq etməkliyə müvəffəq eyləsin və xalqımızın, millətimizin gələcəkdə bu gənc nəsillərimiz ki yetişir, onları da yaxşı olmaqlığa, Qur'an ayələri ilə oturub durmaqlığa, yəni bu baxımdan ki, Qur'andan ibrət götürməkliyə dəvət edirəm, eyni zamanda hər bir yaxşı gənci, yaxşı insanlarla yoldaşlıq etməkliyə Allahdan tövfiqat diləyirəm. Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu.